Sən necə kişisən ki, o arvadına nə bilim iPhone 18 alıb narıncı rəngdə. Sən məndən nə kim Samsungdayam. Qadın deyir, məni sən kraliçə kimi mənə rəftar elə. Sən ona kral kimi baxmasan, o sən heç vaxt kraliçə kimi baxan deyil. Bu bir-birinə o bağlı olan söhbətlərdir. Bu günləri də qadınların ən böyük problemi ondan ibarətdir ki, qadınlarda həmişə şey vardı, bərabərlik. Nə olursa bərabərlik. Yəni də bu mövzular var, o məsələlər. Hə, bərabər. O heç vaxt olmayacaq. Nə qədər həmin o qadın, həmin o şey fikirləşən qadınlar var ha, o dominantlıq. Fikir ver, ya ailə qurmayıblar. Əksəriyyəti ya da boşanmışdılar. Başa düşürsən? Çünki niyə görə? Çünki kişi sən danışanda lazım olan yerlərdə kişi verir qabağa. Sən kişisən ya, get qazan. Sən kişisən, sən nətər kişisən? Fikir başa düşürsən? Onu başa düşən qadın, düzgün yanaşan qadın, öz əlini kral kimi baxan, hansı ki həqiqətən sən kralsan, yəni o adam bilirsən, xanım baxır, içində var da, məsələn baxırsan ki, kişi qarmonu daha çoxdur da başa düşürsən, başlayır ona bərabərləşməyə. Sən xanımsan, get xanımlıq belə də. Sən get uşaqlarla məşğul ol, get dərslərlə məşğul ol. Hə, gələcəkdə ola bilər nəsə ürəyində olar, nəsə eləmək istəyirsən, hansısa biznes qurmaq istəyirsən, ərin gələr evə, yeməyini yedizdir, qarnı tox olsun, ac qarnına danışdırma. Sonra da gəlir ki, mən məsələn istəyərdim belə bir mənim biznesim olsun, mənim bir belə gəlir yerim, ona izah ver. Sən bunu niyə istəyirsən? Mən məsələn bunu istəyirəm, niyə görə istəyirəm ki, sabah sənin biznesindir, birdən sənin işində problem yaranar. Ən azından buradan da bizim xeyir yerimiz olsun ki, büdcəmizə pul gəlsin. Bir var belə yanaşma, məntiqli yanaşmadan söhbət gedir. O da ağıllı insandırsa deyər, hə də, mən kişiyəm, sabah mənim 1000 lira problem ola bilər, mən hər şey ola bilər. Mənim ailəm də heç nədən korluq çəkməsin. O baxımdan o kişi ağıllıdırsa, o ancaq yanaşmaya çox böyük. Bir var gəlirsən ki, filankəs filancı gördün, sən necə kişisən ki, o arvadına nə bilim iPhone 18 alıb 17 narıncı rəngdə. Sən məndən kim Samsungdayam, 2009-cu il Samsungunda. Sən belə yanaşsan, heç bir yəni hansı bir nəticə gəlib çıxmayacaqsınız. Biz sabah bizim başımıza hər şey gələ bilər, düzdür? Sən ailəvi düşünürsənsə, sən yoldaşını, uşağı fikirləşirsənsə, özündən sonra yoldaşının işinin olmağı çox vacibdir. Niyə? Sənə bir şey olsa ən azından adam pulunu qazansın, halallıqla ailəsini saxlaya bilsin. Məsələni də burada bağlayaq.